Həzrəti Peyğəmbər Əkrəm haqqında danışmaq çox çətindir. Çünki Allah Mütəal elə bir əzəmət verib Həzrəti Peyğəmbərə, həmçinin Həzrəti İmam Həsən və İmam Rıza əleyhissalama ki, insan bir ömür əgər bunların haqqında danışsa, bunların haqqını əda edə bilməz. Bunların o qədər məqamı ucaydı bu dünyada ki, insan bunu dərk edə bilməz. Bu necə bir məqamdır? Həzrəti Peyğəmbər Əkrəmi Allah Mütəal özü Quran-ı Kərimdə tərif eləyir. Buyurur ki, لَقَدْ مَنَّ اللّٰهُ عَلَى الْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًا مِنْ أَنْفُسِهِمْ. Allah Mütəal buyurur ki, Peyğəmbər Əkrəmin Peyğəmbər seçilməyi möminlərə bir nimət idi Allah tərəfindən. Düşünün ki, Peyğəmbər kimi bir niməti itirmişik biz bu günlərdə. وَمَا كَانَ اللّٰهُ لِيُعَذِّبَهُمْ وَأَنْتَ فِيهِمْ. Quran-ı Kərimdə Peyğəmbər haqqında Allah Mütəal buyurur ki, ya Peyğəmbər, nə qədər ki bu Peyğəmbər bu ümmətin içindədir, Allah bəla göndərməz bu ümmətə. Peyğəmbərlər olur ki, özü Allahdan bəla qismində bir şey istəyir ümmət üçün. Amma Həzrəti Peyğəmbərimizin o qədər əzəmətli bir məqamı var idi ki, Allah buyurur ki, nə qədər ki bu ümmətin içindədir, Allah ona xatir bu ümmətə bəla göndərməz. Başqa bir ayədə buyurur ki, وَإِنَّكَ لَعَلَى خُلُقٍ عَظِيمٍ. Ey Allahın Peyğəmbəri, sən çox böyük, əzəmətli bir əxlaqa sahibsən. Kitabun ənzəlnahu iləykə lituxricən nasi minəz-zulumati ilən-nur. Bu kitabı biz sənə nazil elədik ki, insanları zülmətlərdən nura çıxardasan. Amma təəssüflər olsun ki, bu qədər əzəmətli varlıqların hələ üçün saysaq, üçü də məzlum yaşayıb və məzlum dünyadan köçüblər. Həzrəti İmam Həsən əleyhissalamın məzlumiyyəti çox ağır bir məzlumiyyətidir. Düşünün, insan çöldə nə qədər bəla görərsə, dərd görərsə, bir sığınacaq yeri də evidir. Ki, gələr evində dərdin deyər, rahatlaşar. Amma Allah lənət eləsin o qadına. Həzrəti İmam Həsən əleyhissalamın öz xanını onu zəhərlədi, şəhadətə yetirdi. Bu İmam Həsən əleyhissalamı digər imamlardan daha necə də məzlum olmasını bu hadisənin özü bizə çatdırır. Ki, məlun Yezid kimi bir şəxsiyyətlə ki, tarixin ən mənfur simalarından biri olur, Muaviyyə lənətullah əleyh buna vədə verdi ki, əgər onu zəhərləyərsən, şəhid eləyərsən, səni oğlum Yezidə alaram. Bunun müqabilində İmam Həsən əleyhissalamı öz evində şəhid elədi. İmam Rıza əleyhissalamın həyatına baxanda görürük ki, İmam Rıza əleyhissalam da qərib-ül-qurəba, qəriblər qəribidir. Ki, babası kimi onu da sürgün elədilər. Gəldilər Mədinədən ayırdılar, sevdiklərindən, yaxınlarından gətirdilər Xorasana. Belə bir insan ki, belə bir varlıqlar ki, ömrün Allah üçün xərcləyiblər, amma insanlar bunun qiymətini bilmədilər. Biz bugün buna ağlamalıyıq. Peyğəmbər kimi bir şəxsiyyət ki, Allah Mütəal özü onu tərifləyir, ümmətin arasında məzlum qaldı. Bilirsiniz, Peyğəmbər Əkrəmin vəfatı haqqında iki nəzər var. Əksər alimlər deyirlər ki, elə Peyğəmbər Əkrəm özünə şəhid olub.
ki zəhərlədilər, bir neçə müddətdən sonra o zəhərin nəticəsində şəhadətə getdi və bəzi alimlər də deyirlər ki, öz əcəli ilə dünyadan köçüb. Amma ən böyük ehtimal budur ki, elə Peyğəmbəri də şəhid elədilər bu vəfasız ümmət. Bilmək istəyirik Peyğəmbər Əkrəmin məqamı nə dərəcədə böyükdür. Gələk baxaq görək Peyğəmbər Əkrəmin bu ümmətin içinə gəlməsindən öncəki dönəmdəki insanların halı nə idi? Gəldi, nə iş gördü bu toplumun içində? Əmir-əl-Müminin Nəhcül Bəlağədə Peyğəmbərdən öncəki insanların halını xatırladır. Oradakı bir dəstə insana buyurur ki, İnnəllaha bə'sə Muhammədən nəzirən lil'aləmin və əminən alə't-tənzil. Deyir ki, Allah-u Teala Həzrəti Peyğəmbəri şübhəsiz ki, aləmlərə uyarıcı və vəhyin əmanətçisi olaraq qərar verdi, seçdi. Peyğəmbər Əkrəmin bu dünyada iki dənə önəmli misyonu var idi, missiyası var idi, vazifəsi var idi. Nə idi? Biri bu idi ki, insanlar üçün, aləmlər üçün uyarıcı olaraq gəlmişdi Peyğəmbər Əkrəm. Nəinki müsəlmanlar üçün, nəinki möminlər üçün. Deyir, aləmlər üçün Allah-u Teala Peyğəmbəri bir uyarıcı olaraq qərar vermişdi. Uyarıcı da bu anlamda yox, gəlsin insanlara desin ki, elə əzab görəcəksiniz, əzab görəcəksiniz. Xeyr, Allah-u Teala Qur'an-ı Kərimdə buyurur ki, rəhmətən lil aləmin. Peyğəmbər Əkrəm bütün aləmlər üçün rəhmət olaraq seçilmişdi, göndərilmişdi. Belə bir əzəmətə sahib idi. İkinci misyonu nə idi? Bu idi ki, Allah-u Teala bu dinin əmanətçisi kimi göndərmişdi Peyğəmbər Əkrəmi. Qur'an-ı Kərimdə buyurur ki, "La yantiqu anil hava." Bu Peyğəmbər elə bir varlıq idi ki, ömrü boyu heç bir zaman öz nəfsindən bir söz demədi. Düşün, bir insan nə qədər ki dərk elədi bu dünyanı, dünyadan köçənə qədər hər nə dedisə Allahın sözünü dedi. Quran buyurur ki, "La yantiqu anil hava." İn huve illa vahyun yuha. Nə dedisə Allahın vəhyi idi Peyğəmbər Əkrəmin danışığı. Onun üçün baxın, Peyğəmbər Əkrəmdən öncə dinlər tənqid olunur. Onlar ki, bütpərəstlik eləyirdilər, bütləri yığmışdılar başlarına. Əmir-əl-Müminin buyurur ki, "Və entum mə'şərəl ərəb." Siz ey ərəb ümməti, ey ərəb toplumu, "Alə şərri dinin və fi şərri darin." Ən kötü dindeydiniz, ən kötü yaşamdaydınız, ən kötü evlərdə yaşayırdınız. Allah-u Teala Peyğəmbər göndərdi sizin aranıza. Baxın, İslamdan öncə bazen insanlar kötülənir, bizim hədislərimizdə, bəzən də dinlər kötülənir. Peyğəmbər Əkrəmə qədər dinlər də kötülənirdilər. Niyə? Çünki bir büt düzəldirdilər, bütləri qoyurdular qarşısına, xurmaları qoyurdular qarşısına, daşları qoyurdular qarşısına. Deyirdilər, bunlar bizim Allahımızdır, bunlar bizim Rəbbilərimizdir. Elə bilirsiniz, ona görə tənqid olunurlar, ona görə kötünəlirlər ki, bunlar daşa ibadət edirlər, bu daşa görə xeyr. Ona görə ki, bunların tapdığı din bunları qurtaracaq kapasitədə deyildi. Din odur ki, insanlığı xilas eləsin, insanlığı qurtarmaq, xilas eləmək kapasitəsində olsun, o qüdrətdə olsun. Amma bunların tapındığı dində o xüsusiyyətlərin heç biri yox idi. Allah-u Teala bir din göndərdi Peyğəmbərlə ki, insanlar buna uysuz, həqiqətə yetişəcəksiniz. İnsanlığın mahiyyətini anlayacaqsınız. İnsanlar ona görə kötülənirdi ki, insanlar bunu dərk eləyə bilmirdilər ki, axı bir xurma ağacı məni necə xilas eləyə bilər?
Ona görə Əmirəl-Möminin deyir ki, siz çox kötü dindəsiz, çox kötü şərr olan evlərdə yaşayırsınız. Siz elə bir şeyin dalınca düşmüşsünüz ki, onun sizi xilas eləməyə gücü qüdrəti yoxdur. İnsan və din ilişkisi belə olmalıdır ki, insan Allaha yetişə bilsin. Əgər insan bu dünyada Allaha yetişə bilmirsə, yəni Allahı dərk edib, Allah deyən kimi yaşaya bilmirsə, demək o din məsələsi onda həll olmayıb. Peyğəmbərin o misyonu bunda hələ yerinə oturmayıb. Onun üçün diqqətli olmalıyıq. Biz Peyğəmbərin haqqın o zaman əda eləyə bilərik. İmamın haqqın o zaman əda eləyə bilərik ki, o misyaya yetişə bilək. O hədəfə yetişə bilək. Əgər insan yetişə bilməsə, bəla içində yaşayacaq bu dünyada. Necə ki, o bütə sitayiş eləyənlər, aya, günəşə sitayiş eləyənlər bu halda dünyadan köçdülər. Nəydi? Həzrəti İbrahim salamullah əleyh gəldi, gördü insanlar biri aya sitayiş eləyir, biri günəşə sitayiş eləyir, biri yıldızlara sitayiş eləyir. Quran buyurur ki, فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلِ رَأَى كَوْكَبًا قَالَ هَذَا رَبِّي. Həzrəti İbrahim oturmuşdu bir dəfə axşam, gördü yıldızlar çıxdılar, dedilər, aha bu mənim Rəbbimdir. İstəyirdi insanlara anlatsın ki, bu tapındıqları şeylər batil şeylərdir. Dedi, aha bu ulduzlar mənim Rəbbimdirlər. فَلَمَّا أَفَلَتْ وَقَالَ لَا أُحِبُّ الْآفِلِينَ. Elə ki gördü ulduzlar yavaş-yavaş aradan gedirlər, Həzrəti İbrahim dedi ki, mən aradan gedən şeyləri sevmirəm. Bu necə Allah da özünü saxlaya bilmədi, orada getdi. Mən necə buna tapa bilərəm? Biraz geçəndən sonra Həzrəti İbrahim ayı gördü. فَلَمَّا رَأَى الْقَمَرَ بَازِغًا قَالَ هَذَا رَبِّي. Ayı görəndə dedi, aha budur mənim Rəbbim. Bu mənim Rəbbimdir, tapdım indi, buldum Rəbbimi. Qalə lə'in ləm yəhdini fələmmə əfələ. Elə ki gördü, ay da batdı, aradan getdi. Qalə lə'in ləm yəhdini Rabbi ləəkunənnə minəl qavmiz zallin. Allahım, əgər sən məni hidayət eləməsəydin, mən də zəlalətin içində olanlardan olardım. Bu necə Allahdır, bu da aradan getdi. Biraz bəklədi, günəş çıxdı. Elə ki, bir günəş görsəndə Həzrəti İbrahim dedi, aha, budur mənim Rəbbim. Bu ən böyük olanıdır. Bəklədilər, dedilər, aha, Həzrəti İbrahimin şəhərli oldu. Öz sözləri ilə desək, dedilər, hidayət oldu. Gördü, günəş də batdı. Həzrəti İbrahim dedi, fələmmə əfələt qalə ya qavmi inni bəriun mimmə tüşrikun. Dedi, ey qavm, mən sizin tapındıqlarınızdan Allaha sığınıram. Bu nədir? Necə bir Allahdır ki, özün belə qoruya bilmir, saxlaya bilmir. Bir dəfə yığdılar öz bütlərin, getdilər səhraya, dedilər, biz orada gəzəci, özləri üçün bir ayin icra edirdilər. Həzrəti İbrahim gördü, vəziyyət elə uyğundu, gəldi bütlərin hamısını qırdı, baltanı götürdü, qoydu böyük bütün omuzuna, gəldilər, gördülər, vay, bunların Allahlarını sındırıblar, qırıblar. Allahların qırıblar, kim eləyib, dedilər, etsə İbrahim eləyər. Çağırdılar, dedilər, ya İbrahim, sən eləmişsən? Dedi, yox, o büt ki qalıb, ha, o büt eləmişdi. Dedilər, sən bizimlə şaka yapırsan, bütü necə baltanı götürüb, vursun bütləri qırar. Dedi, əgər bir büt ki baltanı götürə bilmir, o necə Allahdır, siz ona Allah deyirsiniz. Baxın, dinin misyası budur ki, sən anlayasan, o zülmətdən çıxasan, görəsən həqiqətləri. Həzrəti Peyğəmbər də bizim içimizə onun üçün gəldi ki, artıq ayılın, görün ki, düşünün, din odur ki, səni xilas eləyə. Əmirəl-Möminin buyurur ki, munixunə beynə hicarəti xuşnin və həyatin summin. Sərt daşların və zəhirli yılanların arasında siz yaşayırdınız. Peyğəmbər gəldi, sizi xilas elədi. Siz insani yaşamın ən elementar, sadə işlərini belə bilmirdiniz. Gəlirdiniz, yılanlarla yaşayırdınız, zəhirli, çirkli sulardan içirdiniz. Peyğəmbər gəldi, sizi xilas elədi. Peyğəmbər belə bir
əzəmətə sahibdir. Buyurur ki, təsfikunə dima'əkum və təbtəunə ərhamakum. Siz o varlıqlar idiniz ki, bir-birinizin qanını tökürdünüz, bir-birinizin akrabalıq haqlarını əda eləmirdiniz. Peyğəmbər gəldi ki, dünyaya insanlıq verə, həyat verə. Həyat verə. İndi bu günləri özləri də bilmirlər niyə yaşayırlar. İslamı, peyğəmbərliyi sual altına gətirirlər. Həzrəti Peyğəmbər üçün karikatura düzəldirlər. Deyirlər ki, bunlar gəldilər, dünyanı bozdular. Peyğəmbər gəldi, sizləri yılanların içindən çıxartdı, insanlığa gəldi, yetişdirdi. Siz nə bilirsiniz Peyğəmbər kimdir? Quran buyurur ki, ya eyyuhəllezine amenu istecibu lillahi və lirrasuli izə da'akum lima yuhyikum. Ey müminlər, ey iman əhli, elə ki Allah və Peyğəmbər sizə həyat bəxş eləyəcək şeyləri sizi dəvət eləyirsə, ona cavab verin. Bir toplum həyat qazana bilməyibsə, yaşam qazana bilməyibsə, onun bir problemi var. Allah və Peyğəmbəri dərk eləməyib, ona lazım olan cavabı verə bilməyib, onun üçün bu günləri bəlanın içindədir bu dünya. Buyurur ki, Muhammedun Resulullah vellezine ma'ahu eşeddâ'u alel kuffâr rahamâ'u beynehum. Eğer sen müminsensen, müminler arasında rəhimli olarsan, kafirlere karşı ise şiddetli olarsan, karşı çıkacaksan. Bak bugün dünyada o insanlar hayata, həqiqi hayata, Peyğəmbər deyən həyata yetişiblər ki, onu gətiriblər öz həyatlarına. Din gedib Kəbədə yal deyir, amma bu olmaz, bu vacibdir. Amma din yalnız bu deyil ki, gedəsən Kəbədə şeytana daş atasan deyəsən mən müminəm. Xeyr. Şeytana daş atmağı həyatına gətirməlisən. Əgər gətirə bilməsin, bilirsən kim kimi olacaqsa, Allah lənət eləsin. O daşı ki satırlar, şeytana daş atılan o daşları satırlar, ondan para kazanırlar. Gedib o parayla bugün dünyanın şeytanların ayaqda saxlayırlar. Həyatı dərk eləməyən insan belə olur. Şeytana daş atmaq üçün daş satır, o satılan parayla dünyanın bugün zahir olan şeytanların ayaqda bunlar saxlayırlar. Bu insanlar bilməyiblər din nədir. Bu insanlar bilməyiblər əqidə nədir, Peyğəmbər nədir. Nə bunları dərk eləməyiblər, nə də bunlarla aynı safda oturanlar dərk eləməyiblər Allahı. Bu saxta dindir. Bu saxta dindir ki, insanlara nümayiş eləyirlər. Bu bilirsiniz nəyə bənzəyir? Həzrəti Peyğəmbər dünyadan köçəndə İslam dini üçün ən böyük xətər, ən böyük təhlükə nə idi? Rum imperiyası bunlardan biri idi. Ki, böyük bir imperiyaydı, hazırlaşırdı ki, gəlsin İslamın kökün kəssin. Lənətullah əleyh Muaviyyə Rumun imperatoruna bir məktub yazdı. Dedi, sən hələ səbr elə, mən Əli ilə savaşım var. Əli ilə savaşım var, sən səbr elə. Qoy onu bitirib, sonra səndən danışarıq. Nə bağda gələsən bizə tərəf, Əli baxmayaraq ki, düşmənimdir, din adı altında onunla birləşərəm, gəlib sizin nəslinizi kəsərəm. Rum imperatoru ilə, İslamın ən qatı düşməni ilə vəhdət qurdu, birlik bağladı, müqavilə bağladı Həzrəti Əli ilə savaşmağa. Bugünkü şeytanlar da bunun üçün birləşirlər. Bugünkü şeytanlar da bunun üçün birləşirlər. Əgər Peyğəmbər dərk olunmasa, şeytana daş atanlar o pulla gedərlər, o şeytanı ayaqda saxlayarlar. Və cəhalət içində yatan müminlər də elə bilərlər ki, bunlar İslam ordusu qururlar. Bunlar İslamın ordusu qururlar. Bugün bu düşüncədə olanlar bilirsiniz kimlərdir? Muaviyyənin qoşununun içində Süffeyndə Əliyə qarşı savaşanlardır.
Muaviye tek savaşmırdı ki Hazreti Ali'ye karşı. O cahil qəflətdə olan Müslümanları yığmışdı başına, gəlirdi İslamla savaşırdı. Və demirdi ki biz kafirik. Onlar da deyirdilər ki bəli biz yığışmışıq ki İslam'a qarşı olan təhdidləri aradan götürək, təhlükələri aradan götürək. Və cahil insanlara təhlükə kimi çatdırdılar? Həzrəti Ali. Dediler Ali bu günləri din için bir düşməndür, təhlükədir. Ey Müslümanlar, ey müminlər, gəlin Aliyə qarşı birləşək. Əgər insan cəhalətdən ayılmasa, Peyğəmbər Əkrəmin missiyasını hələ dərk eləməyib. Hələ onun hədəfin dərk eləyə bilməyib. Misirə vali göndərəndə Muaviyə gəldi, çıxdı minbərə. Dedi, ey cəmaət, Əli bir nəfəri göndərir Misirə vali, o İslam üçün böyük xətərdir. Gəlin, mən dua edirəm, siz də amin deyin. Allah bizi, bu dinimizi bu xətərdən qorusun. Dedilər, bəli, nə gözəl, dua elə ki, Muaviyə dua elədi. Allahım, filan kəsi, nə olar, onun şərrindən bu dini qoru ki, dedilər, amin. Dedi, Allah onun bəlasını verginən. O cahil müsəlmanlar dedilər, ilahi amin. Elə bu vasitə ilə ki, dua eləyirdi, o yandan da zəhir göndərmişdi. Onu şəhid eləmək üçün. Oradan işarə elədilər ki, Muaviyə o zəhirlə dünyadan köçdü. Muaviyə əllərini qaldırdı, dedi, ilahi sənə çox şükür. Görürsən müminlər sizin dualarınız necə qəbul oldu. Sizin dualarınıza görə Allah onu öldürdü. Malik Əjdər daha dünyadan köçdü. Sizin dualarınızla öldü ya. Allah bir dənə böyük bəlanı İslamın başından götürdü. Onlar kimlər edilər? Məscidə gələn, amma dərrakəsiz insanlar. Bu günlərdə bu missiya davam edir. Əgər insanlar ayılmasalar, heç bir zaman xilas ola bilməzlər. Həzrət İmam Həsən əleyhissalatu vəssalam elə hamı ağlayır, hamı onun üçün əzadarlıq eləyir. Muaviyə kimi lənətullah əleyh hamısını ayırdı onun yanına. Həzrəti İmam Həsən gördü ki, tək qalmışam, tənha qalmışam, kimsə yoxdur, mən Muaviyəyə qarşı savaşım. Məcbur oldu, sülh bağladı Muaviyə ilə. O cahil müsəlmanlar ki, Həzrəti İmam Həsəni tənha qoymuşdular, İmam Həsən məcbur qaldı Muaviyə ilə sülh bağladı. İmam Həsən namaz qılanda gəldilər, səccadəsini çəkdilər. Dedilər, bu layiq deyil səccadə üstə namaz qılsın. Gəldi bir nəfər İmam Həsən ağaya dışarıda yol gedərkən yaxınlaşdı, dedi, yalnız illə müminin, ey müminləri zəlil eləyən. Düşün günə, imama deyir ki, ey müminləri zəlil eləyən. Bu cəhalətdir, bu fəlakətdir. Bu ki, ağıl yoxdur, anlaya bilmir düşməni. İmamı tənha qalır buna görə, tənha qalıb ikinci addım atanda da gəlir deyirsən, müminləri zəlil elədir. Şeytanın hiləsi hər zaman davam eləyir. İmam Həsən ağadan biz nə almalıyıq? İmam Həsən ağadan biz bunu öyrənməliyik. Peyğəmbərdən biz bunu öyrənməliyik ki, nə bağda bir zaman gələr, İslam adı ilə, din adı ilə gəlib sizi aldadarlar. Abdullah ibn Zübeyir gördü vəziyyəti iyi deyil, durumu iyi deyil, sığındı Kəbəyə. Kəbəni oda verdirdi ki, özünü xilas eləsin. Kəbəni oyuncaq kimi kullandı ki, özünü xilas eləsin. Zaman dəyişdikcə oyunlar dəyişir. Ayıl insan ayılmalıdır. Bəsirətli insan ayılmalıdır ki, şeytan hansı hilələr qurur? Peyğəmbərin dərki budur. Dinini dərk eləyəsən. İmamın yolunu dərk eləyəsən. İmamın yolunu dərk eləyə bilməsin. İmam deməklə insan xilas ola bilməz. Peyğəmbərə Qur'an-ı Kərimdə Allah demir ki, onlar ki dedilər Peyğəmbər bizim
Peyğəmbərimiz bu sadəcə nicat tapdılar. Hayır, deyir o insanlar həyat qazandılar ki, onlar Peyğəmbərə müsbət cavab verdilər həyatda. Əgər belə olmasa imam da məzlum olar, əgər belə olmasa Peyğəmbər də məzlum olar. Necə ki tarix boyu belə olub. Bir nəfər gəldi Həzrəti Peyğəmbərin yanına dedi, ya Resulallah, mən xatırlayırsan, Peyğəmbər buyurdu ki, evet səni xatırlayıram. Bu bilirsiniz kim idi? Peyğəmbərin o qərib vaxtlarında, tənha vaxtlarında gördü ki, Peyğəmbəri döyürlər sokağın ortasında, evinin qapısını açdı, onu aldı evinə, xilas elədi Peyğəmbər Əkrəmi. Dedi, məni tanıdın? Peyğəmbər dedi ki, evet, mən səni tanıdım, sən osan. İndi nə istəyirsən, istə məndən. Mən istəyirəm sənə hədiyyə verim. Dedi, ya Resulallah, mənə 200 dənə qoyun ver. Peyğəmbər başını saldı aşağı, rahatsız oldu. Dedi, verin 200 dənə qoyunun getsin. Verdilər 200 dənə qoyunun getdi. Gəldilər, yaxınlaşdılar Peyğəmbərə, dedilər, ya Resulallah, çox şey istədin, niyə narahat oldun? Deyir, ya ona narahat olmadım, buna narahat oldum ki, Həzrəti Musanı da bir dəfə öldürürdülər. Bir qadın gəldi, xilas elədi. O qadın onu xilas eləyəndən sonra Həzrəti Musa dedi ki, dilə məndən nə istəyirsən, nə istəyirsənsə mən sənə verim. Dedi, yox, sən zamin dur gilən ki, verəcəksən, sonra mən istəyim. Dedi, axı, mən bilmirəm sən nə istəyirsən. Dedi, Allahın Peyğəmbəri səndə. Zamin durmasın demərəm. Bir, iki, gördü, çox təkid edir. Həzrəti Musa Allahla müracaat elədi, dedi, ilahi, bu məndən belə bir şey istəyir. Mən buna zəmanət verim, bilmirəm, gücüm yetər, yetməz. Allah buyurdu ki, evet, zamindir. Gəldi, dedi, evet. Allah dedi ki, nə istəsin verərəm. Dedim, mən istəyirəm ki, mənə behişti zəmanət durasan. Ki, mən öldüm, behiştdə qalacam. Dedi, evet, mən ki, söz vermişəm, qəbul. Peyğəmbər bilirsiniz niyə narahat oldu? Dedi, Həzrəti Musanın zamanındakı o yaşlı qadın qədər də olmadı bu. O zəmanət istəyirdi behiştdə, bu gəldi məndən 200 dənə qoyunla kifayətləndi, yetərləndi. Əgər biz Peyğəmbər tanısaq, Peyğəmbərə görə Peyğəmbəri bu dünyaya satmarıq. Onlar ki, Peyğəmbəri tanımayıblar, Peyğəmbərin adını kullanacaqlar, Allahın evini kullanacaqlar, Kərbəlanı kullanacaqlar, amma möminləri zəlalətə salmaq üçün. Mömin ayıq olmalıdır. Mömin əgər bunları anlamasa, mömin əgər düşüncəsini həll eləyə bilməsə, məsələ həll olmayacaq. Məsum imam da, Peyğəmbər də hər zaman məzlum olacaq. Əl-əsnamu fikum mənsubətun vəl-alfamu bikum məsubətun. Əmirəl-Müminin buyurur ki, bütlər aranızda dikilmişdir, Peyğəmbər sizə gəlməmiş. Günahlar isə sizə sımsıqı bağlanmışdır. Peyğəmbər gəldi, sizi xilas elədi. Bu günləri deyirlər, müsəlmanlar geridə qalırlar. Bu müsəlmanların ağası o ağadır ki, gəldi sizləri yılanların yuvasından çıxartdı. Gəldi sizlərə təmizliyin nə olduğunu öyrətdi, insanlığın nə olduğunu öyrətdi. Bu günləri o Peyğəmbəri bunlar qəbul eləmirlər. Niyə? Çünki onu qəbul eləsələr, özlərinin nə qədər mənfur olduqlarını etiraf eləməlidirlər. Bugün bizim bir vəzifəmiz var. Bizim bir vəzifəmiz var. Bizim vəzifəmiz budur ki, düşüncələrimizdə bizi aldatmasınlar, bizi qandıra bilməsinlər. Həzrəti İmam Həsənin yanındakilərin qandırdılar, İmam Hüseynin yanındakilərin qandırdılar, Əli əleyhisselamın yanındakilərin qandırdılar, imamı məzlum oldu. Onun üçün zahiri şəkillər bizi aldatmasın, Muaviyyələr bizi aldatmasın. Peyğəmbər gəldi ki, bizim gözümüzü açsın, bizim bəsirətimizi açsın ki, sənə mən əbədi həyat verirəm, səni mən əbədi həyata dəvət edirəm. Əgər həyat istəyirsən, həqiqi həyat mənim sizi çağırdığım yerdədir.
Allahın sizi çağırdığı yerdədir. Əgər onu bula bilməsin bu dünyadakı o saxta həyatın arxasınca düşəcəksən. O yerivi, o oturacağı, o məqamını əldən verməmək üçün hər şeyindən keçərsən. Kəma ərsəlna fikum rasulən minkum yətlu aleykum ayatina. Allah Müteal Peyğəmbərin misyasını bizə yetirir ki, Peyğəmbər niyə gəlmişdi? Gəlmişdi ki, sizə ayətləri oxusun, gəlmişdi ki, sizin içinizi paklasın, gəlmişdi ki, Qur'anı sizə təlim versin. Əgər siz Qur'anı öyrənə bilməsiniz, necə Allahın dinini qoruyacaqsınız? Allahın dini, yəni Allahın Qur'anı. Əgər Allahın Qur'anını bilməsək, biz necə Allahın dinini qoruya bilərik? Əgər bunu öyrənməsək, Muaviyyənin duasına amin deyərik, Muaviyyənin şəhid elədiyi şəhidlərə amin deyərik, onlar öləndən sonra deyəcək bizim duamız qəbul oldu. Din budur. Onun üçün deyirlər ki, din siyasətdən ayrıdır. Niyə? Çünki sizi istədikləri kimi qullana bilsinlər. Deyəcəklər, sən namazı qıl, sən səcdədən qalxma. Allah elə oradadır, sən oradan qalxma. Niyə? Çünki sən oradan qalxsın, bunun hansı fitnə, fəsadın içində olduğunu görəcəksən. Gözünü açsın, görəcəksən. Onun üçün istəmirlər gözün açılsın. Peyğəmbər Əkrəm özü buyurur ki, İnnəllâhə fəddələ ənbiyâəhul mursalin ələ mələikətihil müqərrəbin. Allah Müteal deyir, Peyğəmbərlərini öz ən yaxın mələklərindən üstün qılıbdır. Və faddələni alə cəmi'in nəbiyyin vəl mursalin. Amma məni bütün Peyğəmbərlərdən üstün qərar veribdir. Həzrəti Peyğəmbər belə bir varlıq idi. Peyğəmbəri dərk eləməliyik biz. Peyğəmbərləri anlamasaq, Peyğəmbərləri dərk eləməsə işimiz zor olar. Din və dünya arasında bir dənə tabi olmaq qanunu var. Din və dünya. Allah nə dini bırax demir, nə dünyanı bırax demir. Bunların ikisinin kontrolunda saxla. Amma o demək deyil, dünyanın üçün dinindən olanı bir harcayarsan. Hədisdə nə buyurur? Buyurur, mümin odur ki, dünyasını dini üçün harcayar, ahireti üçün harcayar. Amma fasik odur ki, ahirətini dini üçün, dünyası üçün harcayar. Dinini dünyası üçün harcayar. Necə ki, bugün harcayırlar. Din adıyla insanları qandırırlar. Din adıyla insanları şeytana xidmətə çağırırlar. Necə ki, özləri şeytanın bir numaralı xidmətçiləridirlər. Onun üçün diqqətli olmaq lazımdır. Din və dünya sənin yanında tərəzidə qalmalıdır. İkisi də olsun, amma dostluğa görə bir gün namazı, dostluğa görə bir gün imamıvı, atava görə bir gün orucuvu, anava görə bir gün camivi əldən vermə. Dinivə görə onları qazan. Hünər budur. Hünər budur, güc budur ki, sən bunları başarasan. Həzrət İmam Həsən ilə İmam Rıza əleyhissalam bu məktəbin davamçılarıdırlar. Yəni, həqiqi dinin təmsilçiləridirlər. Bunlar niyə şəhid oldular? Bunlar niyə tənha qaldılar? Ona görə tənha qaldılar ki, insanlar çox qolay şəkildə cəhalətləri ilə aldanırdılar. İnsanları çox qolay aldadırdılar, sözlərə aldanırdılar, yazılara aldanırdılar. Quran buyurur ki, əgər bir fasıq sizə xəbər gətirsə, onu araşdırın, qəbul eləməyin. Amma bu günlərin möminlər elə ancaq fasiqlərin dili ilə danışırlar. Fasıq nə deyir, bu da onu deyir. Deyir, belə oldu, ha? Beləymişi biz bilmirik. Axı sənə Quran təlim verib ki, əgər bir haberi sənə fasıq gətirərsə, onu araşdır. Araşdırmazsa, fasiqin sözü ilə dinə gələcəksən, fasiqin sözü ilə də dindən çıxacaqsan. Çünki bu işin sonu budur. Həzrət İmam Rıza ağa da bunun qurbanı oldu. İnsanların qəflətinin qurbanı oldu. İnsanların cəhalətinin qurbanı oldu. Məlun
Məmunun zamanında Harun Rəşid, Məmun ki, bunlar Allah lənət eləsin hər ikisinə. Bunlar dinin ən böyük düşmənləri idilər. Gördülər İmam Rıza ağa Mədinədə artıq insanları toplayıb öz başına. Bunlar həqiqi dinin nə olduğunu anlayacaqlar. Onun üçün bir tədbir görmək lazımdır. Nə tədbir görmək lazımdır? Dedilər, biz istəyirik Ali ibn Musa Rıza gəlsin bizim yanımızda, Xorasanda, Tusda yaşasın. İlk dəfə qəbul olunmadı, gördülər ki, artıq durumlar iyi deyil. Bunlar elə bir haldadılar ki, imamı orada şəhid də eləyə bilərlər. Gör, nə qədər bu cəhalət fəlakətli bir şeydir ki, Peyğəmbər 63 il zahmət çəkib, Əmirəl-Müminin 63 illik ömrün harcayıb orada, İmam Həsən ömrün harcayıb, İmam Hüseyin ömrün harcayıb, İmam Zeynəl-Abidin ömrün harcayıb, İmam Muhammed Baqir ömrün harcayıb, İmam Sadiq din danışıb, İmam Musa Kazım din danışıb, bu qədər danışılan din bu cahilləri hələ də ayıltmayıb, 8-ci imamı aparırlar şəhid eləməyə, susub baxırlar. Susub baxırlar. Görürsünüz, cəhalət nə qədər böyük fəlakətdir. Ən böyük bəla dünyada cahillikdir. Çarəsi olmayan ən böyük hastalıq kanser deyil, cəhalətdir. Kanser sənin vücudunu öldürər, amma ruhun sağlam qalmaq ehtimalı var. Amma cəhalətdə sənin ruhun da ölür, cismin də ölür. Məhv olursan, insanlıq ölür cəhalətdə. İmam Rıza ağa gördü ki, daha başqa çarə yoxdur. Dedi, gedim Peyğəmbərin qəbrin Mədinədə ziyarət edeyim. Peyğəmbərin qəbrin Mədinədə ziyarət edeyim, elə zikr-i müsibətə başlayaq. Gəldi Peyğəmbər Əkrəmin qəbrinə, Həzrəti İmam Rıza əleyhissalatu vesselam başladı Peyğəmbərlə vidalaşmağa. Elə zalimlərin içinə aparırlar ki, bunlar Peyğəmbər qanına hörmət qoymayıblar. Bilirsiniz, İmam Musa Kazımı da Bağdada sürgün eləmişdilər, geri dönə bilmədi. İmam Rıza aleyhisselam gəldi Peyğəmbərin qəbrini ziyarət eləyəndə toplaşdılar yanına, bildilər İmam Rıza ağa gedir, daha gəlməyəcək, o qərib ağa. İmam Rıza ağa dedi ki, ağlayın mənim halıma. Hələ ölməyib, hələ şəhid olmayıb. Deyir, indidən başlayın mənim üçün əzab saxlamağa, indidən başlayın ağlamağa. Gör, necə haldır ki, istəyir insanlar görsünlər, ayılsınlar, dərk eləsinlər. İndidən ağlayın mənim halıma, elə bir yerə gedirəm ki, buranın dönüşü yoxdur. İmam Rıza ağanı gətirdilər Tusa. Elə mehriban ağaydı, elə əziz ağaydı. Şeyx Bəhai duymusunuz, böyük alimlərdən biriydi. Dua elmində çox gözəl bilirdi. Həm də mühəndis idi. İmam Rıza ağanın o günbəzin ki düzəldirdilər, bəzi dualarla elə oranı hördürürdü ki, əgər insanlar deyir o zirəhə baxsalar, zirəhə baxmaqla tilsimləri batil olur. Deyir, belə bir fikri var idi. Dedi, bu günbəzi düzəldəndə elə bir dua oxuyum ki, günahkar insanlar İmam Rıza ağanın qapısından girə bilməsinlər. Günahkar insanlar ayrılsınlar, gələ bilməsinlər. O bilinsin İmam Rıza ağanın qapısında. İmam Rıza ağa gəldi onun yuxusuna, dedi, Şeyx Bəhai, neyini yirsən? Onların bizdən başqa gedəcək yerləri var. Onların sahibi bizik, onların rəhbəri bizik. Biz onları qapımızdan qovsa, onlar hara gedəcəklər? Bəhai, neyini yirsən? Bütün məhsulların qapısı özəldir, amma İmam Rıza'nın qapısı bir başqadır. O qəriblik ki var, o tənaha ölmək ki var, Peyğəmbərin balası yanında adam tapa bilmirdi, qərib şəkildə dünyadan köçdü. Əbu Həsən deyir, Məmun lənətullahi əleyh,
İmam Rıza'nı çağırdı öz yanına, evine. İmam Rıza ağa mənə dedi ki, Əba Səhət, gedirəm. Çox ehtimal ki, məni zəhərləyər. Əba Səhət, elə ki, qapıdan gələndə gördün əbamı başıma örtmüşəm. Bil ki, durumum iyi deyil. Bu zəhir mənə aldan salıb. Əba Səhət deyir, İmam Rıza ağa getdim məmunun evinə. Oradan çıxanda hiss elədim ki, ağanın halı iyi deyil. Geldi deyir, əbasını attı başına. Hey biraz yürüdü oturdu, biraz yürüdü oturdu. O kadar zəhəri güclüydü ki, İmam Rıza aleyhisselam ayağında qala bilmirdi. İmam Rıza ağa geldi girdi eve, o gördüm necə ki bir yılan necə ki yerde sovrular fırlanar. İmam Rıza ağa bir yılan kimi sürünürdü yerde. O zəhər ona elə təsir eləmişdi ki yerde sürünürdü, qarnın yapıştırmıştı, halını kaldırdı deyir, qarnın yapıştırdı yere ki koy biraz soyusun o zəhərin atına. Eğer insan cehaletten ayrıla bilmese, bugün imamı gözünün karşısında məzlum olar ve xilas eləyə bilməz. Ələ lənətullahi qavmi zalimin. Esselamu ala Ali ibn Musa Rıza. Esselamu ala Şams-ı Şumus. Esselamu ala Garibel Guraba. Esselamu ala Mu'in-ı Zu'afa. Ələ lənətullahi qavmi zalimin.